Sınaq 15. Baxaq. Deməli yoldaşlar, birinci sualda bizə nə deyir? Sualda deyir ki, xəritə sıxımda verilmiş hər iki profil üzrə rast gəlinən iqlim tiplərini müəyyən edin. Yoldaşlar, AB istiqaməti Böyük Qafqazın şimal-şərqidir. Orada müvafiq olaraq mövcuddur. Qışı mülayim keçən yarımsərə quru çöl, yağıntıları bərabər paylanan mülayim isti, qışı keçən soyuq, zirvələrdə dağ tundra. CD istiqamətində isə əsasən burada mövcuddur. D-dən C-yə getsək, qışı mülayim keçən yarımsərə quru çöl, yayı quraq keçən mülayim isti, yağıntıları bərabər paylanan mülayim isti. Doğru cavab olacaq bunlardan 2 ilə 3. Variantımız oldu verilənlərdən D bəndi birinci test tapşırığında. İkinci sual. Kənd təsərrüfatının agrobiznes formasını inkişaf etdiyi ölkələr əsasən inkişaf etmiş ölkələrdir. Agrobiznes forması kənd təsərrüfatı əkin biçinindən tutun, onu lazım olan maşın və avadanlığı verən sahələr hesab olunur. Cavab İtaliya, ABŞ və İspaniya. 2-də cavab C. 3-ə baxırıq. Quru sərhəddə olan ada dövlətlərinin müəyyən adalarda, yəni bir adada 2 ölkə olsun. Madagaskar olmaz, Papua Yeni Gvineyada İndoneziya var, Filippin olmaz, İrlandiyada bilirsiniz Şimali İrlandiya var. Brunei olar, Brunei Malazya ilə sərhəddir. 2, 4, 5 cavabımız A bəndi. Filippin ancaq özündən ibarətdir. Filippin arxipelagı, Filippin dövləti. Yaponiya ancaq özüdür. Başqa da ikinci bir ölkə yoxdur. Dördüncü sual sadədir. Silikon Vadisi Texnoparkının yerləşdiyi ölkə, bəli, Amerika Birləşmiş Ştatlarıdır. Cavab Y variantıdır. Yaponiyada Kansai elm şəhəridir. Biz qeyd edirik ki, Çində Z parkdır. Britaniyada isə Technium, Net Park və Cambridge-dir. Yoldaşlar 5-ci sual. Sual belədir. Ekvator xəttinin sıfır tərifli xətt olduğu proyeksiya silindrik proyeksiyada, yəni tərtib olunmuş xəritədə hansı ölkələrin əraziləri təhrifsiz təsvir olunacaq? Bəli, Ekvator, Kongo Demokratik Respublikası və İndoneziya. Cavabımız B variantı. Bəli. 6-da geosinkronal inkişafın 3-cü mərhələsinə uyğun gələn ərazilər 3-cü mərhələsi geosinkronal mərhələdir. Geosinkronala uyğun gələn ərazilər seismik cəhətdən aktiv bölgələrdir. Cavab xeyr. Cavab B bəndi. Alp dağları, Ant dağları, Himalay dağları. Variantımız B variantıdır. 7. Yoldaşlar, Madrid şəhəri 40 şimal enliyində günəşin düşmə bucağı 60 dərəcə olduğu vaxt. Yoldaşlar, 40 şimala günəş 60 ilə düşürsə 90-60 neçə elədi? 30. 40-30 elədi. Yoldaşlar, günəşin zenitdə olduğu 10 şimal enliyi. 10 şimal enliyi ilə ekvator arası məsafə 10 vur 111 elədi 1110. Cavabımız A variantı, bəli. 8-ci test tapşırığına baxırıq. Xəritə sıxım əsasının Aralıq dənizi iqlim tipi. Aralıq dənizi iqlim tipi 1-də ABŞ-ın qərbində, 3-də Carın cənub şərqində, C qərbində və Avstraliyanın cənubi Perth, Cape Town, Perth şəhəri və Los Angeles, San Francisco ətrafı. 1-3-6 cavabımız Y variantı 8-də. 9-cu sual. Orta duzluğa malik olan okean suyundan 7 qram duz aldı. Orta duzluq 35 qramdır. 1 litrdə 35 qram. 7 qram üçün nə? X. X bərabərdir. 7 vur 1 böl 35. Cavab 0 əlbəttə ki 10-da 2 litr. 0-10-da 2 litr. Cavab D variantı 9-cu test tapşırığında. Ona baxırıq. İşarələnmiş fiziki rayonumuzun adı vulkanik yayladır. Hansı yayla? Vulkanik yayla. Vulkanik yayla üçün biz deyəcəyik ki, aid olan xüsusiyyətləri seçməliyik. Buzlaq relyef formaları geniş yayılıb səfdir. Burada daimi buzlaqları yoxdur. Yay otlaqları kifayət qədər boldur. Subalp alp çəmənliyi. Arid denudasyon relyef səfdir. Burada əsasən rütubətli hava şəraitidir. Effuziv suxurlar düzdür. Antropogen dövrünə məxsus effuziv suxurlar. Çaylar qışda quruyur. Yoldaşlar, çaylar qurumur. Yeraltı sular da qidalanır. 4-cü dövrə məxsus yaşlı suxurlar var. Doğrudur. Cavab 2, 4, 6. Uşaqlar, düzgün cavab C variantı. Bəli. 11-ci sual. Xüsusiyyətlərin aid olduğu inzibati rayonu soruşur. Kür və Araz çaylarının arasında yerləşir. Uşaqlar, Kürlə Arazın arasında qalanlar olacaq. Verilənlərdən Beyləqan və ya İmişli, Ağcabəd də ola bilər. Xarici ölkə ilə quru sərhədinə malikdir. Deməli, bu ya Beyləqandır ya da İmişlidir. Yoldaş, ərazisinə boz torpaqları yayılıb, mühüm pambıqçılıq və heyvandarlıq rayonudur. Cavabımız oldu verilənlərdən Beyləqan rayonu. Variantımız 11-də A bəndi. 12. Tropik işıqlanma qurşağında yerləşməyən deyəndə tropiklərdən kənarda olan körfəzləri götürəcəksən. Bu, Qərbi Avropada Biskay körfəzidir 1, İran körfəzidir 2 və bir də Hudzon körfəzidir 3. Çaşdırıcı məqamlar İran körfəzi. İran körfəzi tropikdən şimaldadır, aydın oldu. Amma desəydi ki, məsələn, mənə Oman körfəzi tropiklə kəsişir. Ədən körfəzi isə sırf tropikdədir. Yaxşı. Ona görə cavab 1, 2, 3 variant nə variantı? Y. 13-cü suala baxırıq. 13-də bizə nə deyir? Cənubi Amerika, Avstraliya materiklər verilib. Gondwana qurusundan ayrılmaları ortaq cəhətdir 1. Çöl və meşə çöl zonaları əsasən Cənubi Amerikadadır. Söhbət gedir Pampadan. 2 okeanla əhatə olunma ortaq cəhətdir 3. Ərazisində krik çaylar Avstraliyadadır 4. 2 yarım kürədə yerləşir. 2 yarım kürədə yerləşmə o Avstraliyadadır. 5.
Şərq hissəsi platforma, qərb hissəsi geosinkron olacaq, Cənubi Amerika olacaq 6. 2, 6, 4, 5, 1, 3 variant A variantı, bəli. 14. Sadə sualdır bu da. Britaniya və Yaponiya üçün fərqli xüsusiyyətlərdir. Fərqli. Deməli, konstitusiyalı monarxiya bu oxşar xüsusiyyətdir. Ona görə atırıq. Böyük yetkilik oxşar xüsusiyyətlər atırıq. 3 yarımkürədə olma söhbəti Britaniya Greenwich ilə kəsişir. 3 yarımkürədir. Amma Yaponiya 2 yarımkürədir. 3. Ada dövləti olsa da quru sərhədinə malikdir. Yoldaşlar, Yaponiyanın yoxdur. Böyük Britaniyanın var. İrlandiyadası. 3-4. İri xammal idxalçısı. Yoldaşlar, ikisi də idxal edir. İnkişaf etmiş ölkələr. Yağıntılar il boyu bərabər Britaniyadır. Mülayim dənizdə Britaniyada bərabərdir. Amma Yaponiyada mussondur. Yayda yağıntı alır, qışda quruyur. 3, 4, 6 cavab C variantı 14-də. 15-ə baxırıq. Afrika qitəsində Hind-Avropa dil ailəsinə daxil olan xalqların yaşadığı ölkələri müəyyən edin. Yoldaşlar, Hind-Avropa dil ailəsinə məxsus olan xalqlar ingilislər, German dil qrupunun nümayəndələri Afrikanın cənubunda, Cənubi Afrika Respublikasındadır. Cavab A variantı oldu 15-ci sualda. 16-ya baxırıq. Azərbaycanda əhalinin seyrək məskunlaşdığı ərazilər. Uşaqlar, Azərbaycan əhalisi seyrəkdir. Arid, denudasyon, yüksək dağlıq və bir də şoranlıq və bataqlıqların yayıldığı yerlərdə. Bəli, A-da Lənkəran səhvdir. B-də Abşeron səhvdir. C-də Gəncə Qazax səhvdir. D-də Qanıq Əyricayda çoxdur. Cavab qaldı Y. Ceyrançöl, Qobustan. Bedlendlər vulkanik yayla yüksək dağlıqdır. Cavab Y. Uşaqlar, Kobe limanı Yaponiya, Filadelfiya limanı hardadır? ABŞ-da. Sual deyir ki, limanların yerləşdiyi ölkələr üçün oxşar xüsusiyyətlər. Mülayim işıqlanma qurşağı bir doğrudur. Eyni yarımkürədə olma söhbəti səhvdir, çünki Yaponiya şərqdə, ABŞ qərbdədir. Sakit okeana çıxışları təbii ki var. G7 qrupu təbii ki var. Neft və neft ixrac söhbəti səhvdir. Əlbəttə ki, heç biri əksinə ixrac eləmir. 1-3-4 ABŞ-da idxal edir. Cavab C 17-də. Yoldaşlar, 18-ə baxırıq bir yerdə. 18-də bizə nə deyir? Şəki, Zaqatala və Lənkəran asları. Şəki, Zaqatala bilirsiniz. Qəbələ, Oğuz, Şəki. Qax, Zaqatala, Balakən. Neçə inzibati rayon var? 6. Lənkəran aslarada. Cəllabad yardımı lirik aslara. Masallı və Lənkəran neçə oldu? 6 dənə. Hərəsində 6 inzibati rayon var. Deyir ki, ümumi xüsusiyyətlər. Milli tərkibin müxtəlifdir. Bəli, birində talışlar, birində ləzgilər, avarlar, saxurlar, udinlər. Filiz faydalı qazıntıları mövcuddur, Lənkəranda yoxdur. Şəki, Zaqatalada polimetal var. Çayçılıq, çəltikçilik ikisində də var. Birində Zaqatala, birində Lənkəran. Modul tipli YES-lər var. Birində Şəkidə, birində Lənkəran və Astarada. Cavab 1, 3, 4 variant A. Tikinti materialları istehsalı, sənayesi, ixtisaslaşmaları səhvdir. Bunlar əsasən aqrar rayonlardır. İki ölkə ilə həmsərhəd olmaları əlbəttə Şəki, Zaqatala 2-dir, Lənkəran Astara isə 1-dir. Qutardı 7. Cavabımız 18-də nə oldu? A. 19. Uşaqlar, temperaturun 3 dərəcə ilə bəli 15 dərəcə arası və yağıntıların bərabər düşdüyü yer mülayimin nə tipidir? Dəniz. Mülayim dənizdə qonur meşə torpaqları yayılıb enli yarpaqlı ağaclarda. Bir düzdür. İqlim şəraiti kontinental səhvdir. Buxarlanma qabiliyyəti azdır. Fikri yoldaşlar burada səhvdir. Sonra Avropa qitəsinin qərbində daha genişdir. Düzdür. 4. Enli yarpaqlı meşələrdir. Bəli. 5. Onsuz da qonurla enli yarpaqlını tutmaq olurdu. Susqalıq amplitud böyük deyil. Əksinə yoldaşlar nə deyir? Kiçikdir. Buludlu yerlərdə amplitud böyük ola bilməz. Amplitud böyükdür. Tropik səhralarda da. Cavabımız 1, 4, 5 variantımız yoldaşlar D bəndi. Nə bəndi? D. İnkişaf etməkdə olan ölkələrin, neft ixrac edən ölkələr qrupuna aid olan ölkələrin yerləşir regionu müəyyən Cənub-Qərbi Asiya. Söhbət bilirsiniz nədən gedir? OPEC. 21. Deməli, 20-də cavab nə oldu? B bəndi. 21-ə baxırıq. 21-də bizə deyir ki, temperatur 30 dərəcə olan 1 metr kubova 72%-dən neçə faizə düşdü? 72 çıx 42. Neçə faiz azaldı? 30. Sualda deyir ki, nəzər alaraq neçə qram azaldığını müəyyən elə. Yazırıq 30 qramımız 100%. X isə neçə faiz? 30%. X də bərabərdir 9 qram. Variantımız B bəndi. 22. Xəritə sxemdə Altay sayan dağlarının yerləşdiyi Türk dövlət qurumları. Yoldaşlar, Altay sayan dağlarında yerləşir. 1, 2, 3. Tıva, Altay və Xakasiya. 1 Tıvadır Qızıl, 2 Altaydır Qorno Altay, 3 də Xakasiyadır Abakan. 1, 2, 3. Cavabımız C variantı. Mənə desəydi Şərqi Avropada yerləşənlər olacaqdı 5, 6, 7. Başqırdistan, Tatarstan, Çuvaşiya. 5 Başqırdistan, 6 Tatarstan, 7 Çuvaşiya. Mənə desəydi Şimali Qafqaz 8 və 9. Kabarda-Balkar, Qaraçay, Çərkəz. Mənə desəydi Uzaq Şərq Sibirdə olacaqdı Saxa, Yakutiya. Tutduq söhbəti. 4 yəni. Yoldaşlar, 23 rahat sualdır. ÜDM 140 milyard dollardır. Ümumi milli məhsulun dəyəri, ümumi daxili məhsulun 60%-dir. Əvvəl 140-ın 60%-ni tapırıq. 140 vur 60 böl 100. Cavab elədi neçə? 84 ümumi milli məhsuldur.
Yoldaşlar, ÜDM-nin içində 80 milyard xarici şirkət yazıb. O zaman 140-dan çıxıram 80 neçə elədir? 60. Deməli, bəli, yoldaşlar 60 mənim yerli şirkətimin daxildəki payıdır. Ümumi milli məhsulum isə 84 idi. O zaman mən xaricdəki payı tapım. Xaricdəki şirkətin payını tapanda 84 çıx neçə? 60. Cavab elədi yoldaşlar 24. Və salam qutardı getdi. 24 milyard. Filiz faydalı qazıntıların yayıldığı inzibati ilə Qubada filiz ola bilməz. Daşkəsəndə var dəmir filizi. Bəli, bircə saniyə yoldaşlar, bircə saniyə səbirli olun. Daşkəsən 2. Qəbələdə ola bilməz. Gədəbəydə yoldaşlar Qoşaq, Qızıl yatağı və Qaradağ mis mədəni. Şəmkirdə ola bilməz. Kəlbəzərdə də yoldaşlar var orada civə və əlbəttə ki biz deyəcəyik xromit yataqları. 2, 4, 6. 24-cü sualda. 25-ə baxırıq yoldaşlar. 25'te bizə deyir ki, xəritə sıxımda qeyd edilmiş ərazinin çaylar. Böyük Qafqazın şimal şərq yamacı, Samurçay, Qusarçay, Qudiyalçay, Qaraçay, Vəlvələçay və Gilgilçay. Qar buzlaqların ərintusuları bir düzdür. Yayda quruyurlar, fikri səfdə əksinə artılır. Dərin və ensiz çay dərələri, kanyonlar var. 3. Kirli suxurlarda meyillilik azdır ifadəsi doğru deyil. Yumuşan qəhəng yaşıl suxurları kəsib kanyonlar yaradırlar. Düzdür. Cavab 1, 3 və 5'dir. Qutardı getdi. 1, 3 və nə? 5. Yoldaşlar 26. Şimali Avropa çaylarına aid olmayan əlamətləri seçin deyir. Aid olmayan. Nəqliyyat üçün əlverişli deyirlər. Bu aiddir. Çünki dağ çaylarıdır. Əlverişli deyirlər. Çaylarda olan qabarma çəkilmədən bu yanlışdır. Bu çaylar, dağ çaylarında qabarma çəkilmə ola bilməz. Deməli 2. Ağac axıdılmasının istifadə olunur. Bu doğru ifadədir. Çay dərələri genişdir yoldaşlar. Geniş deyil. Ensiz və dərindir. Deməli aid olmayanlar oldu. 2 və 4. Böyük hidroenerji ehtiyatı var. Ona görə də orada Alta, Bratsberg, Brokke kimi iri sesler var. Aydın oldu. Aid olanlar oldu. 1, 3, 5. Olmayanlar 2 və 4. Tapşırıq aydındır. Davam edirik. Murovdağ silsiləsi Zəngəzur və Qarabağ. Uşaqlar. Qazangöldağ Zəngəzurdadır. A. Getdi 2'yə. Böyük Kirs Qarabağdadır. B. Getdi 3'ə. Hinaldağ Murovdağdadır. Getdi 1'ə. 1'ə C. Kəpəz Murovdağdadır. CD olacaq. Qapızıq isə Zəngəzurdadır. Y olacaq. Deməli 1'ə CD, 2 A'yı, 3'ə B. Sual aydındır. Cənubi Avropada yerləşən deyir ki, bu ölkə yarımada və adalardan ibarətdir. Litosfer tavalarının sərhədində yerləşən bu ölkədə cavan dağlar və fəaliyyətdə olan vulkanlar var. Cənubi Avropada vulkanlar hardadır? İtaliyada. Ölkənin təbii coğrafi mövqeyi, relyefi, iqlimi, həmçinin kənd sahələrin inkişafına təsir edir. Bizə deyir ki, ölkə İtaliyada olan dağlara biz deyəcəyik Apennin dağı, Apennin və Alp dağları tamamilə doğrudur. Alp dağları sərhəddindədir. Və bir də vulkanlar Etna Siciliya adası, onu da istəsə yaza bilərsiniz Siciliyada. Və bir də Vezuvi də yarımada, Apennin yarımadasında. Sonra 29 sualda deyir ki, mətndə verilmiş ölkənin arasında yerləşdiyi geosinkronal quruşağı birincisi Alp, Himalay, bu sadə idi. Hansı litosfer tavalarının sərhəddidir? Avrasiya və Afrika. Avrasiya ilə nə? Afrika. Yoldaşlar bir də burada biz buna Avrasiya Afrika ilə bərabər dedik ki, bu tavaların nə idi? Konvergent zonası. Onu da soruşa bilərik. 30. Mətndə verilmiş ölkəyə aid xüsusiyyət. Təbii zona burada əsasən bəli, codyarpaqlı meşə, həmişə yaşıl meşə və kolluqlar yayılıb. Bir də burada ən əsas üzümçülük var deyə şərab var. Sonra zeytunçuluq. Bəli. Və bir də sitrus nəyi? Meyvəçiliyi. Qutardı getdi yoldaşlar, meyvəçilik. Bəli, bəsdir. Balıqçılıq da deyirlər. Balıqçılıq yoldaş, kənd təsərrüfatı sahəsi deyil. Eyvallah. O